Acarada polis departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə Türkiyə vətəndaşı 1980-ci il təvəllüdlü şəxsi isti izlərlə saxlayıblar. İstintaqla müəyyən edilib ki, Batumidə mübahisə zamanı təqsirləndirilən şəxs həmvətənləri 1988-ci və 1981-ci il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 1908-ci maddəsi ilə istintaq aparılır. Maddə 15 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutur. Azərbaycan hökumətinə yaxın Minval nəşri Gürcüstanın Azərbaycan yanacağının Ermənistana tranzit üçün yüksək tarif tələb etməsi ilə bağlı daha bir sərt məqalə dərc edib. Nəşr Tbilisinin siyasətini sual altına alır və bildirir ki, Bakı artıq alternativ marşrutların yaradılması üzərində işləyir. O cümlədən Qazaxdan Ermənistan sərhədinədək dəmir yolunun bərpası imkanlarını araşdırır. Baş nazir İrakli Qobaxidzenin tranzitin bir dəfəlik pulsuz həyata keçiriləcəyini açıqlamasına baxmayaraq, məqalədə qeyd olunur ki, Gürcüstanın tarif siyasəti regional etimadı zəiflədir və Azərbaycan tranziti təkcə Tbilisdən asılı vəziyyətdə saxlamaq niyyətində deyil. Gürcüstan Milli Bankının 11 dekabr üçün açıqladığı rəsmi məzənnəyə əsasən 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 13 tetri təşkil edir.